Azərbaycan dilində la üstü iki şəkilçisinin şəkilçi olması, bağlayıcı olması, qoşma olması, yəni müxtəlif variantlarda işləməsi və bu vəziyyətlərdə necə siz müqayisə edəcəksiniz, necə fərqləndirəcəksiniz, o yolları öyrədirəm sizə. La üstü iki birinci isimdən feil düzəldir. Gəl, mən yaza sən çək buranı. Birinci isimdən feil düzəldir. Su nə? Sula nə et? İsim nə sualına? Feil nə et sualına cavab verir. Yaxınlaşdır. İsim nə sualına? Feil nə et sualına cavab verir. Sap nə? Sapla nə et? Səs nə? Səslə nə et? Və sair və ilə axır. Deməli, la üstü iki şəkilçisi isimdən feil düzəltdir. İkinci, isimdən zərf düzəltdir. Fikir verin, feil bir nitq hissədir, zərf bir nitq hissəsidir. İsimdən, hamı diqqətlə buna qulaq assın. Zərf düzəldir. Güc nə? Güclə necə? Nə? Necə? Uşaqlar fikir verin. Fikir verin. Nə? Nə et? Nə? Necə? Nə? Nə et? İsimdən feil düzəldir. Nə? Necə? İsimdən zərf düzəldir. Zərf bilirsiniz ki, hərəkətin tərzini bildirir. Güclə danışdı, həvəslə danışdı, Yusif maraqla danışdı, nə bilim, inamla danışdı, necə danışdı? Ağacı sula nə et? Onu səslə nə et? Çayı dəmlə nə et? İynəni sapla nə et? Kitabı vərəqlə nə et? Siz görürsünüzmü? Deməli, buradan belə bir nəticə çıxır. Bu şəkilçi ancaq ismi artırılır. Bu şəkilçi yalnız Renat ismi artırılır. Başqa nitq hissəyə artırılmır. Və buradan da bir fikrə gələ bilərsiniz. Qeyd edərsiniz ki, şəkilçi yalnız ismi artırılır. Hər bir şəkilçinin, yadınızda saxlayın, hansı nitq hissəyə artırılmağı qanunu var Azərbaycan dilində. Feili artırılan şəkilçi ismi artırılmır. İsmi artırılan şəkilçi feili artırılmır. Elə bu şəkilçiləri əzbərləyək, hardan gəldi müxtəlif nitq hissələrini artıraq, elə şey yoxdur. Qanun qayda var. Azərbaycan dili çox dəqiq, ölçülü, biçili bir zəngin morfoloji, qrammatik quruluşa malikdir. Diqqətli olaq. Sonra la üstü iki qoşmadır. Qoşma. Bəli. Qələmlə yazıram. Nə ilə yazıram? Qələmlə yazıram. Nə? Nə ilə? Bəli, bəli. Artıq bu qoşmadır. Qələmlə yazıram. Təbaşirlə yazıram. Uşaqlarla danışıram. Kimlə? Fikrim çatır. Sonra la üstü ki bağlayıcıdır. Yəni və bağlayıcısının sinonimidir uşaqlar. Sinonimidir. Qələmlə dəftər, qələm və dəftər. Qələmlə yaz, qələm və yaz demək olmur. Müqayisə eləyin. Müqayisə eləyin. Lə burada qoşmadır. Cavid. Lə burada bağlayıcıdır. Niyə burada bağlayıcıdır? Çünki və ilə əvəz olundu. Çünki bağladı. İki eyni nitq hissəni bağladı. Amma burada qoşmadır. İki müxtəlif nitq hissə arasındadır. Yadınıza saxlayın. Bağlayıcı iki eynini bağlayır. İki müxtəlifi bağlamır. Fikrim çatır. Oxumaqla yazmaq. İki məsləri bağladı. Qələmlə dəftər. Gecə ilə gündüz. Uşaqla müəllim. Yəni iki eyni ikisi arasında olur bağlayıcı. Cümləni də bağlayanda iki sadə cümləni bağlayır. Üzvü də bağlayanda iki eyni hissəsini, eyni üzvü bağlayır. Aydındırmı? Bu qədər. Lalənin bağlayıcı isimdən feil düzəltməyi, isimdən zərf düzəltməyi, isimlərə qoşulmağı, bağlayıcı vəzifəsində olmağı yaxınlaşdırır ona. Bunlar hamısı müxtəliflikdir. Biz bu la şəkilçisinə amonim şəkilçi deyəcəyik. Ona görə yox ki, amonim söz düzəldir. Ona görə ki, iki müxtəlif nitq hissə düzəldir. Amonimlərin digər çox mənalı sözlərdən, sinonimlərdən, antonimlərdən fərqi nə idi? İki müxtəlif nitq hissəyə aid olmaq. Eyni nitq hissəyə də aid ola bilər. Ümumiyyətlə, iki nitq hissəyə aid olmaq. Sinonim çox mənalı söz, antonim eyni nitq hissəyə aid olurdu da. Yəni, bir sözün sinonimi özü nədirsə sinonimi də olmalıdır. Bir sözün özü nədirsə antonimi də olmalıdır. Düzdürmü? Həqiqi mənası nədirsə məcazi mənası da olmalıdır. Adamın başında da baş isimdir, küçənin başında da baş isimdir.
Soyuq suda da soyuq sifətdir, soyuq baxışda da soyuq sifətdir. Görürsünüz? Dost isimdirsə, düşmən onun antonimi o da isimdir. Gözəl sifətdirsə, göyçək onun sinonimi o da sifətdir. Çirkin onun antonimi o da sifətdir. Deməli, bir nitq sənin antonimi nədirsə, özü nədirsə, antonimi də olmalıdır. Sinonimi də olmalıdır. Hətta sizi belə çaşdıra bilərlər uşaqlar. Yazarlar ki, məsələn, qəm, yox, fərəh, şad. Fərəh sevinç deməkdir. Amma şad sifətdir. Fərəhlə şad sinonim deyil. Belə cütlükləri qoyacaqlar ki, harada uyğunsuzluq pozulur, ehtiyatda olun. Fərəhlə şad niyə sinonim deyil? Cavab yazacaqsınız. Çünki eyni nitqsiyə aid deyil. Fərəh nə? Şad necə? Şirinlə şəkər. Niyə sinonim deyil? Şirin sifətdir, şəkər isimdir. Amma amonim bəs nədir? Amonim müxtəlif nitqsələrə aid olur. Eyni nitqsiyə da aid ola bilər, daha çox müxtəlif. Ona görə də biz bu şəkilçi la şəkilçisi iki müxtəlif nitqsə düzəltdiyinə görə şəkilçiyə amonim şəkilçi dedik. Burada başqa problem var. Gəlin davam edək. Uşaqlar, oğlum gəl bura. Güclə, qələmlə. Yadınıza gəlir, mən sizə fərqli məqam, orfoqrafiya, arxeopiya öyrədəndə demişdim ki, la şəkilçisi nan kimi tələffüz olunur. İki fərqli məqam da var. Güclə gəldi, qələmlə yazdı. Güclə gəldi, qələmlə yazdı. Güclə gəldi, qələmlə yazdı. Burada la nan kimi tələffüz olunur. Amma görürsünüz mü? Burada yox. Ağacı sula lanı nan kimi tələffüz edə bilmədim. Sizə bəzən belə sual düşə bilər ki, hansı sözdə fərqli məqam yoxdur. La nan kimi tələffüz olunmur. Fe'l düzəltsə Cavid, fe'l düzəltsə zərfə. Sula, başla, yoxla. Nan kimi tələffüz olunmur. Amma güclə güclə, qələmlə qələmlə, uşaqla uşaqla, böyüklə böyüklə. Fikrim çatdı. Bak gördünüz mü? Biz buradan la şəkilçisinin həm amonimliyini öyrəndik, həm də la şəkilçisinin nə düzəldəndə fərqli tələffüz olunduğunu öyrəndik. Aydındır? Vəssalam. Şimdi bunu atacağım sizə.